Allah öz kitabında öz peyğəmbərini necə tanıtdırır? Sizə öz içinizdən olan bir peyğəmbər göndərildi. Sizin üçün çətin olan şeylər onun üçün çox ağırdı. Peyğəmbər o qədər insansevərdi ki, Allah Quranda onun sevgisini hərislik kimi təqdim edir. Möminlərə qarşı isə çox rauf və mehribandır. Peyğəmbər dünyaya gəlibsə artıq fədakarlıqdır. Çünki o yalnız bizi xilas etmək üçün gəlib. Yoxsa onun yeri bu dünya deyil. Bu yolda ona əziyyət verirdilər. Bir dəfə də əlini qaldırıb şikayət etmirdi. Onun dişini sındırırdılar, alnını yaralayırdılar. Cəbrail nazil olurdu. Deyirdi ki, ey Allahın peyğəmbəri, əgər bəddua eləsən, Allah sənin hörmətinə görə sənə qarşı bu haqsızlığı edənləri cəzalandırar. Peyğəmbər qan içində əlini duaya qaldırıb deyirdi, ilahi, onları düz yola yönəlt. Onlar bilmədilər, bu işi gördülər. Mehriban bir ata kimi ona daş atanları dua edirdi, onun dişini sındıranları dua edirdi. Bəli, Peyğəmbər əlinə silah götürüb döyüşüb, amma Peyğəmbərin döyüşü də sevgidən qaynaqlanırdı. Çünki bəzən bir insana nicat vermək üçün onun hansısa bir üzvü kəsilib atılmalıdır. Peyğəmbərin savaşının fəlsəfəsi budur. Peyğəmbər niyə hamıdan çox əziyyət çəkirdi? Çünki insanlara çox azadlıq vermişdi. Peyğəmbər hətta haqqın təbliğində istənilən vasitədən istifadə etməyə haqqı yoxdur. Allah bu izni ona vermir. Peyğəmbərə buyurur ki, sən xatırlat, sən onların üzərində hökmran deyilsən. Addım başı möcüzə göstərməklə insanların ixtiyarının əllərindən ala bilməzsən. Biz səni şahid olaraq göndərdik. Biz səni müjdə verən və çəkindirən olaraq göndərdik. Allaha doğru, onun izni ilə Allaha doğru çağıransan. Sən aydın bir işıqsan, çıraqsan. Çıraq əriyir, vücudunu yandırır, başqalarına işıq bəxş edir.